Salam dostlar, xoş gördük sizləri. Bugün yenə sizlərlə çəkib paylaşmaq istədim. Akvarium bitkilərini boşqabda, 80 litrlik boşqabda əkmişik. Gördüyünüz kimi 8-10 saat ışıq əlavə edirik. Düzəlmələri üçün, inkişaf etmələri üçün, yaxşı boy atmaqları üçün 8-10 saat ışıq çox vacibdir və həyat şəraitində də saxlayıb böyüdə bilərsiniz, artırıb akvariumlara da əlavə edə bilərsiniz və yaxud sata da bilərsiniz. Ən gözəl vasitə sizdə. Hazırlamaq üçün həyət torpağına ələnmişini birinci qatından 4-5 santimdən çox olmayaraq əlavə edib, üstünə də yuyulmuş çay qumu ələnmişini əlavə edirik. Yəni yumaqda da məqsədimiz akvarium lillənməsin deyə. Gördüyünüz kimi göz yaşı qədər təmizdir, şəffafdır. Çünki biz qumu yumuşuq. Torpaq isə yumağa ehtiyac yoxdur. Bildiyimiz kimi torpaq yusaq da lillənəcək. Torpaq alt qatda qalır, qum isə qoymur torpaq üz qata çıxsın. İnkişaf daha da sürətli gedir, bitkilər daha da canlanır. Siz də əkə bilərsiniz həyətdə, ev şəraitində artıra da bilərsiniz. Və biz akvariuma əlavə etmək istəyirdik. Sadəcə akvariumları dəyişmək qərarına gəldim. Akvariumları daha da böyüdəcəm, çünki balıqlar daha da çoxalıbdır. Yerləri isə azdır, balacadır yerləri. Bizləri izləmədə qalın. Növbəti videolarımız olacaq. Bir-birindən gözəl videolarımız. Və növbəti videomuz bu bitkilərdən əlavə edəcək boşqablara hər akvariuma 1-2 ədəd qabda əkib dibçəkdə sizlərlə paylaşacağım. Və bitkili akvarium çox vacibdir. Çünki bitkilər həm oksigen buraxır, həm də balaların gizlənməyi üçün çox vacibdir. Həm balıqlar, böyük balıqlar gümrah olur, stresə girmir, daha da rahat dolanırlar, inkişaf edirlər. Sizə də məsləhət görərəm, bitkili akvarium ən ideal seçimdir. Və bizləri izləmədə qalın, bir-birindən gözəl videolar üçün. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Fikirlərinizi şərh bölməsinə qeyd edin. Fikirləriniz bizim üçün çox dəyərlidir. Hər kəsə xoş obirlər, xoş izləmələr. Növbəti videoda görüşənədək. Sağ olun.